Natiq bəy, bu gün taksi sürücüsünün hansı saxlayırsan, ya sifariş edirsən? Hamısı cərimələrdən şikayət. Hamısı ağlayır. Cərimələrdən ağlayırlar. O gün birinin bir taksi sifariş elədim, gedəcəyim yerdə avtomobil saxlamaq şansım azdır. Görürəm ki, haradasa orta yaşlı bir adamdır. Əsəbindən az qalır ki, maşını harasa çırpsın, ona qışqırır, buna siqnal verir. Yaşlı adamım da mən oturub deyirəm, ay qardaş, niyə belə eləyirsən? Niyə belə özü bu qədər belə çılğın aparırsan? Axı sən bütün gün xəstələnirsən. Deyir, müəllim deyir, bir həftədə deyir 420 manat cərimə ödəmişəm deyir. 420 manat deyir. Nə sərnişini deyir avtomobilə mindirmək mümkündür, nə düşürtmək mümkündür deyir. Belə şey olar deyir. Bunun ki, dərdinizi kimə deyək deyir. Yəni bu bir mənim rastlaşdığım epizoddur, amma onlarla da belə epizodları eşitmişəm, mənə gəlib ailə üzvlərim danışıblar. Hansı maşına Aynanın xəttlərindən bilinir də. Özüm bax inanın. Mən dünən çaşdım ki, bilmədim ki, qarşı yola girmişəm. Çünki bir də ralliyə görə şəhəri melliyirlər. Müəyyən elə bilmirsən ki, bu qoşa xətt hansının qoşa xəttidir. Qarşı yola girmişəm, ortada gedirəm. Silməli xətti də düzəməli silməyiblər. Çox sürücü də orada həqiqətən çaşırlar. Və təsəvvürünüzə gətirin ki, yaşlı 80 yaşında adamı yolun kənarında bir saniyə telefonda danışa ki, bax oradasan da, yəni nöqtə bəllidir. Saxla, min oradan o yolu nə qədər da, avtobus zolağı nə qədər keçə bilər. Nə 20 manat, 80 manat və 4 bal cərimə. Hara çıxdım, nə qədər yazdım, ərizə göndərdim, heç ərziyə də baxan olmadı. Nə qədər çıxdım ərizənin taleyini axtarım tapam. Yəni mən İş yeri o yerə gəldi ki, hətta dövlət yol polisindən özü belə müraciət edib ki, balları qaldırın. Çünki taksi sürücülərin ard-ardına şeyləri ləğv olunur, sürücülük vəsiqələri. İndi 20 baldan 40-50 bala qaldırmaq istəyirlər. Bəli, məclis. Doğru olan da budur, qoy qaldırsınlar. Amma belə də absurd cərimələri də aynanın o xətləmə sistemi, avtobus xətləri... Yəni bir qaydalar müəyyən olunmalıdır ki, sən taksini... Natiq bəy, Amerikada, Avropada olursunuz da, yəni laf belə dayanmaq qəti qadağandır deyilən yerdə gəlib maşını saxlayırlar, düşürlər, yükü varsa yükünü boşaldır. Əlbəttə bir 10-15 dəqiqə sənə heç kimə heç heç nə deməz. Burada bir neçə saniyənin içində sənin çəkir. 4 bal, nə bilim, 80. Bu da məntiqsizlikdir. O xətti qoymusunuz ki, keçmək olmaz. Niyə? Avtobusun yolunu kəsməmək üçün. Allah canınızı sağ eləsin. Halbuki o avtobusların üstündəki reklam da yalandır. Yazıblar ki, sən təksən, avtomobildə gelirsən. Bunlar 80 nəfərdir. O görmüşsünüz də o reklamı. Siz buna yol vermək. Elə deyil. 20 maşını əvəz eləmir o. Nə bilim, 80 maşını əvəz eləmir o. Bir maşında 4 nəfər, 5 nəfər də olur. Yaxşı, tutalım elədir. Yaxşı, avtobusun yolunu kəsib eləyirsə cərimələr. Avtobus yolu bomboş yoldur. Bomboş yoldur. Avropada da var da avtobus yolu. Amerikada o yolla, mən övladlarım orada yaşayır, gedib gəlirəm. O yolla sürürsən. Avtobus gördün, keçirsən sola. Çexiyada elədir, Almaniyada da elədir. Tramvay yolu ilə Çexiyada sürürsən. Hər yanda elədir. Tramvayın yoluna çıxırsan, sürürsən. Bu məhdudiyyətlər, bu qırmızı xəttlər nəyə lazımdır bu qədər? Bu anlaşılandır, mən başa düşürəm. Avtobusun qabağını kəsməmək üçün edirsinizsə, avtobus tutalım gəlir, maşın keflə verir orada, saxlayır, qabağını kəsir, sigaret çəkir, tutalım. Tut onu 200 manat cərimələ. Kim sənə nə deyə bilər? Elə, yaxşı eləyirsən. Yol gedirsən. Sən o yola bir ancaq, elə bil ki, belə deyək də, maraqlıdırlar ki, insan qaydanı pozsun. Qaydanı da o vəziyyətə salıblar ki, onu pozmamaq mümkün olmur. Mən artıq mübahisə eləməkdən bezmişəm. Doğrudan. Ona görə də cərimə telefonumda var da, application var. Cərimə gələn kimi girib 10% şeylə ödəyirəm. Başımdan əl çəkin də yəni. Bezir insan, yorulur insan. Mənə bir dəfə ofisin qabağında maşın bütün gün olub, günorta saatlarında parkingdən bağlı cərimə gəldi. Bir dənə onu prinsipə sildirdim. Prinsipə durdum ya artıq, ya da bu qədər olmaz. Bu qədər olmaz da, mənim ofisimizin qabağındadır mənim maşınım. Siz də yazmışsınız ki, statistikanın yanında 14 nə bilim neçədə ödənişsiz parking. Valla cavan Azərbaycanlı uşaqları orada belə xəbərçi işlədir ayna. Dünən birinlə savaşdım. Özdə 700-600 manatda maaş verir. Saxlamışam maşında, hələ bir 15 dəqiqədən sonra əslində yazırdı. Təbii ki, parki vurmadım, çünki tərpədəcəydim, bir nəfər götürürdüm. Dərhal yaxınlaşdı ki, parking vurdunuz, nə deyirəm ki, mən qaydaları bilirəm də, əgər
Heç cibimə də ziyan dəyməyini istəmirəm 70 qəpiyə görə. Amma niyə dərhal məsələn bunu ehtiyac hiss edirsiniz də? Yaxında deyirəm ki, iş tapmırsınız. O yaşında hardan tapsınız? Yox, tapa bilmirəm. İş budur da. Yəni deməli adamlar artıq o drujinniklər var idi. Sovetin drujinnik. Sovet yarananda qollarına bağlayıb gəlib adamlara faktiki olaraq da o kommunist sistemi oturanda cəza verir. Yəni ayına bu gün vətəndaşda o funksiyaları və o qədər narazılıq var. Həqiqətən bir dəfə Şahin Nəcəfov bizim hörmətli həmkarımız, dostumuz yazmışdı ki, heç bir Azərbaycan yoxdur, dünyada belə bir müxalifət partiyası yoxdur ki, gündə 1 milyon, 2 milyon insanı hökumətdən narazı salsın. Belə bir sistem yoxdur, belə bir siyasi quruluş ola bilməz. Ayına hər gün bu hökumətdən 1 milyon, 2 milyon Bakı sakinini narazı salır. Həqiqətən elədir. Maşın saxlaya bilmirsən, yeri sürə bilmirsən, saxlaya bilmirsən, bilmirsən yerə baxasan, göyə baxasan, svetofora baxasan, yerdəki xəttə baxasan. Milli Bankın qabağına kimsə Picasso qoymuşam adını. Picasso kimi götürüb belə sağdan sola, soldan sağa qırıq-qırıq, düz, əyri, dönən. Qardaş, nə olub sizə? Yolda da hamı bilir ki, Füzuli küçəsinə dönən Füzuli küçəsinə gedəcək. Düz gedəndə düz çıxıb. Əslində qanunda yoxdur. Əlbəttə yol yoxdur. hərəkəti qanunu dəyişməyib. Yox, 2 dənə küçə var orada, 4 yol falan da deyil. Nədir bu rəyləmsiz? Amma bu orada məsələn görün absurdla eyni istiqamətli yolda qoşa xətt ola bilməz. Yadınıza gəlir hava limanı yolununla bağlı bir skandal oldu. Bir neçə il bundan qabağa, ya bir 10 il bundan qabağa. Onu gözdən yığışdırdılar ki, o cərimə deyil. Əvvəl qoşa xətt kimi qəbul edilir. Çünki qanunda o yoxdur. Qanunda qoşa xətt anlayışı qarşı yolu ayırmaq üçündür. Qarşı yolu ayıranda qoşa xətt. Bizdə götürürlər şəhərin ortasında da görsən qoşa xətt çəkiblər. Sən oranı tapdalayırsan, mən sizə hətta yerini də deyim. O Mazırkey dükanı var ya buradakı. Bəli, Elmlər. Orada var. Cavit prospekti. Orada var. Elə bir problem var. İndi bax bu aynanın xəttləməsindən danışdıq, taksi şoferlərinin lalılmasından danışdıq. Yazıqlar, adam onlara yazığı gəlir. Əlbəttə onlar onun işi ağır işdir. 14 saat, 15 saat işləyirlər. Dəmirin içində oturur. Bu günə 420 manat cərimə ödəyirsə, istəməz ki, onun ödəsində demək sistem düzgün qurulmur ki, bu bir dəfə eləməz. Yazıqlar qollarına kondisioner yandırmırlar. Deməli elə bir sistem var ki, benzin getməz. Ayna bunun şəraitini yaratmır, ya adi vətəndaş üçün, adi sürücü üçün ki, yolun qırağında bir vətəndaşı ya qohumunu, ya xəstəsini götürsün. Dəfin gətirib qapılara mən skuterlər döşüyüb qudurlar. Skuterlər döşüyüb, skuterlər döşüyüb. İnanın Ayuxan, mən orada nəvələrimi götürürəm, oxşuyum. O uşaqlara deyirəm ki, biz gəlcək yolun qırağı ilə gedin. Güllə kimi gedirlər, mən araşdırdım, görüm bu skuterlərin hansı tipləri var. Bunların sıfatı idman tipləri var, adırsa 80 km. 45 ilə ən azı gedirlər. Mən də avtomobili 45 ilə 60-dan sürürəm o da. Moskvada qadağan elədilər. Bəli. Özdə bilirsiniz, heç bir yol hərəkəti nişanı bunlara aid deyil. Həmin o xəttə piyada dayanır, görür ki, şəxsən başıma gələn işdə Elmlər Akademiyasında, burada demək, hansı küçədir? Bəxtiyar Vahabzadənin Cavit prospektinin Qoçət düz qabağında. Mən orada dayandım, işıq yandı. Mən keçmək istədim, skuter gəldi, qaşəy mən. Sizi? Və nədir? Mən 3 gün xəstəxanada qaldım. Bəli. Nə vaxt olub? Bəli, çarşı qışda. Buyurun. Skuterə deyirəm ki, sən yol hərəkəti qaydasına baxmırsan, bura mənim yolumdur, yanıb. O da gəldi, universitet tərəfdən gəldi, belə dönəndə, deyirəm, hara insən, yəni, onun axı nə protivi var, nə qarşı yolu var, nə sağ, ona hər şey olar. Hər şey olar. Niyə kiminsə ağlına gəlib ki, Bakı, demək, siz mərkəzi görürsünüz də, günorta saat 6-ya 5 dəqiqə işləmişdən yox, hətta 5-ə qalmışdan 8-in yarısına kimi nə Səməd Vurğun küçəsinə girmək olur, nə Rəşid Beybuda küçəsinə girmək, hamısının qırağına döşüyüblər. O hamı söyür. İstənilən an kim gedirsən orada oturan içəridəki də sərnişin, nə yol var getməyə, nə sürməyə, amma bu tərəf avtobus, bu tərəf İndi istidir da. Velosiped və skuter yolu, nə şey olar? Cəmaət axşam çıxır orada istirahət eləmək, özü çox olur, Natiq bəy, adam çox olur. İnanın, bir də görürsünüz cavan uşaqlar 13, 14 yaşında, 12 yaşında, 2-4 indi hardasa dostlar, qohumlar, nədilər, yoldaşlar gəliblər, hərəsi bir dənə skuter götürür. Bax, inanın, bir təkərin üstündə cəmaatın arasından belə-belə. Bir insan çıxıb, bu parkı dövlət salıb, bu parkı prezident salıb, insanlar orada istirahət eləsinlər.
Vallahi mən Bulvarda da bilirsən, Eyni bulvarda. hə, mən o bir söz var ya, sarılığımı uduram o nəvələrimi aparıb bir də 5 dəqiqə bir yerə gətirənə qədər ki, bir dəfə birinin əlinə dəydilər keçəndə. Özü güllə kimi keçirsən, onu nə tuta bilərsən, nə tapa bilərsən, nə neyini. Buna bir nizam çəkmək Və tutsan belə, axı onu tənzimləyəcək heç bir heç nə Problem də yoxdur. bilirsiniz həm də nədir? Bu əyləncə növü deyil. Bunu Bu Avropada sırf kəşf təhlükəsizlik elədilər ki, məsələsidir. Yox, qadağan oldu. Böyük şəhərlərin hamısı da bu qadağan oldu. əvvəl bunu niyə kəşf elədilər? Tıxacların qarşısını almaq üçün insanlar bundan istifadə eləsin. Parisdə qadağan elədilər. Çünki qəzalar Tək artdı, Parisdə ölüm deyil, digər hadisələri. şəhərlərdə də. Bir çox Paris başladı. Sonra Moskva qadağan elədi, Peterburq qadağan elədi. İndi Avropa paytaxtlarının böyük əksəriyyətində qadağandır. Niyə qadağandır? Dəli deyirlər ki, ona görə qadağan elədilər ki, Tramvay qoydular, metrobüs qoydular. Tək insanlara sağlamlığı məsələsi deyil, avtomobillərin sürüşünə maneçilik törədir. Əlbəttə ki. Yəni bir tək insanlara problem yaratmır. Avtomobillərin tıxacına səbəb olur, avtomobillərin xəsarət almasına səbəb olur, qəzalara səbəb olur. Yəni bu nöqteyi nəzərdən bu əyləncə növü deyil. Və Bakı açığın deyək də velosiped üçün, hələ skuteri qoydum bir. Velosiped üçün uyğun şəhər deyil. Bax sahil metrosundan qalx yeni yaşamalı velosipedlə. Dünya çempionu olsan da qalxa bilməzsən. Mümkün deyil. Biz Dərətəpədir də, Dərətəpə bir yerdir. Cəhənnəm istisi. Ondan əlavə Dərətəpədir. Məsələn, yenə deyirəm, sahil metrosundan milli məclisə, velosipedlə necə gəlmək olar? Amma yol var bəzi yerlərdə. Bu nə deməkdir? Nakif bəy, çox Bunu xaricilərə göstərmək üçün istəyirsinizsə, qardaş, bunu bir dəfəlik videosunu çəkin, bütün şəhəri göstərin, deyin ki, hə bizdə var, onunla da qutaraq da məsələni həll edək. Nakif bəy, çox yerdə əks istiqamətdə sürürlər. Məsələn, avtobus zolağı, Məsələn, onu deyirəm də, tərsinəsinə gedir. Mən o gün evdə övladlarıma deyirəm ki, deyək ki, məsələn, Mərdanov qardaşlarından çıxanda, Təbriz küçəsində, Füzuli küçəsində, demək, Füzuli meydanına gedən köhnə Basim küçəsi. Deyirəm ki, oradan yol Heydər Əliyevdən sarayın arxasından bir istiqamətdə bəli, Azərbaycan. Siz çıxanda sağa baxana, skuterlər sağdan gəlir. Bəs mənim situasiyada elə oldu da, mən Cavid prospektindəki maşına avtomatik baxıram. Çünki yol hərəkəti qaydasına görə mən piyadayamsa, sola birinci baxmalıyım, sağdan gəlir. Ona görə bu şeylərə əncam çəkilməlidir. Bunu kim eləməlidir? Siz, mən, Natiq bəy. Biz dedik də. Biz soruşduk. Gəl sizdən yaxşı ki soruşublar ki, nə Mən edək. Bizdən heç soruşan da yox. Sizi skuterlə vurub incidiblər.